Hər kəs salamlar uşaqlar. Mən Axmedov 09 söz vermişdim ki, 3K-ya özəl Game Guardian yükləməsi gələcək. Hal-hazırda öz Game Guardianımı sildim. Bu öz hesabımdır. Bu da Brawl Stars'ımdır. Chat GPT zaddır falan filan. Nəysə, girək yükləyək. Baxın, giririk bura. Buraya yazırıq Game Killer, Game Guardian. Burada birinci çıxan sayta basırıq. Buradan düşürük aşağı. Game Guardian Home Page var. Ona basırıq. Güncəlləmədən sonra dəyişilib də. Burada Dovland Game Guardian APK buna basırıq. Buradan yükləyə basırıq. Yüklə. Yükləmə başladılır. Faylı aldıq uşaqlar. İndi naməlum quraşdırın. Yəni siz mənim sözümü yerinə yetirdiniz. Mən də sizin sözünüzü yerinə yetirəcəm. Burada daha ətraflıya yenə də quraşdırına basırıq. Barmaq izimi oxusun. Oxudum. Ya qulaşdırılır. Ya mən dediklərimi eləyin. Açın. Düşün. Game Guardianımız hazırdır. İndi bunu quraşdırmaq lazımdır. Ya bu rodsuzdur da. Yəni rodsuzdur. Baxın Game Guardian no rod. Buradan icazə verinə basırıq. Buradan özü Skype var orada. 3-dən arxaya sayır sonra olur. Baxın yəni gəldi bura. GG64. Məndə TV64 yaddaşı deyə bura gəlir rahat. Buradan giririk Game 64'ün üstünə basırıq. Game Guardian icazə verin. Tamam. Yoxsun. Tamam. Burada yuxarıda peyda ol var. Oradan Game Guardian'ı seçirik və buradan çıxırıq. Yenidən başlamağa basırıq. Всё. Buradan indi add game var. Dəqiqə. Başlamaq. Başlamağa basırıq. Qoysa basırıq buradan. Buradan car parkingi seçirik. İcazə ver. İcazə ver. Confirm. Təyən car parkingi seçdik. Bir dəfə də basırıq. Atdı səhifəyə bizi. Buradan çıxırıq təzədən. Buradan çıxdıq. Təzədən gəlirik Game Guardian'ın içinə giririk. İndi girib sizlərlə bir yerdə 14 barmaq falan eləyə biləcəyik. Bu kimdir? İndi girib sizlərlə bir yerdə 14 barmaq falan eləyə biləcəyik. Nəsə, car parkingi seçdik buradan. Üstəm, giririk oyuna. Və uşaqlar bu qədər. Öz hesabınızı da bura keçirsiniz. Periodokul pozulmuşdu. 927'nin. Mən keçirtdim bura. Periodokun zadı falan verdim. Bəli. Məlumat toplama başlayın. Car parkingi seçirik buradan. Yaddaş aralıqlarına giririk. 14 barmaq eləmək üçün bunların hamısını bağlayırıq. Anonimsiz falandır. Buradan Hacked app'ı seçirik. Yadda saxla deyirik. Ləğv et, əlimdəydi ora. Spetak yükləndi. Nəysə, o boş şeydir. İndi girək sizlərlə bir yerdə boş hesabda 14 barmaq eləyək. 14 barmaq eləyək, bəli, mən sözümün üstü, bir dəqiqə. Gəldim uşaqlar, otağa adam girdi. Ona görə videonu bir 10 dəqiqəlik eləyəm. Nəysə də özünüz başa düşün. Nəysə, oyunun buradan gəliri səsini alırıq. Birazdan öz hesabıma da girəcəm. Öz hesabım yan hesabdadır da. Qalla G'nin 07 olan hesaba. Amma oradan 07 silinib, bilmirəm niyə. Buradan gəlirik 07'ni seçirik. Yəni bu videoda Game Guardian qurulması və 14 barmaq eləməni də göstərirəm də sizə. Düz 14 barmaq eləmək səhifədə var. Yenə də Dovland interior, maşın üçün yüklüyürük qadınanım. Uşaqlar, bu mənim öz hesabım deyil. 927 olan hesab o hesabda yəni. İndi birazdan o bir hesabıma da girəcəm. GD 410 olan ID'li. Hə, bir də ki belə donmalar yəni olur. Çünki Game Guardian'ın car parkingin öz şeyi deyil. Ona görə donmalar baş verə bilir. Buradan mən bunu belə eləyirəm. Bunu qalınlaşdırmam, belə eləyirəm. Bunu axıra çəkirəm ki, qaqaş tullanmasın da 14 barmaq eləyəndə. Adam. Gəldik, girdik bura. Bura yazırıq. Flat 0,22 yeni axtarış deyirik. Yana axtarış. Bəlkə bu mahnı elə bildim, bilməm. Mahnı qoymayacağım, qoy səsim düşsün. Bəli deyirik. Periodika 2 dəfə basırıq. Bəli, gördünüz. Sizə burada tullanmayan ayar da verəcəm. Yəni ki, Bespujin tullanmayan ayar. 27, bunu 27 eləyirik. Bu ən axırat gəlib çəkirik.
Bunları da içə eləyirik. Bunu 35 eləyirik. 100% kamber olmalıdır. Və hardasa bir 2 də tutun da bu. Bunu da biraz çıxardın çölə. Qabağındakı. Bu belə endirin. Efisyon. Baxın ona baxdıq. Efisyon. Tullanmayan ayar. Bunlar hamısı sıfırdır. Jog sıfırdır. İndi girək bunu da sürək. Sonra bu hesabdan çıxacağam. Mən bilmədim. Bəlkə girdim bunu pay verdim ki, məsələn 14 barmaqdır deyə. İnternetə nə oldu? Hə, bu da ki uşaqlar Game Guardianın qurulması 14 barmaq falan hamısı burada göstərdim. Yəni siz sözünüzü mən 3000 elədiniz. Mən də sizə Game Guardianın quruluşunu göstərdim. 5K'dakı inşallah halaq 5K olsa onda da sıfatımı göstərəcəm. Ya budur. Bilmirəm indi 64-lərə 128-lərə gedir. Bunu bilmirəm. Mən buradan niyə bunu film izləmədə bunu elə bunu belə bunu elə qaldıraq. Tullanmayan ayarda verirəm sizə. Götürün videodan baxıb şey eləyə bilərsiniz. Baxın. Tullanmayan ayar. İndi HP'yə də görə dəyişir də. Amma HP'də də tullanmır ya. Onu deyim sizə, HP'də də tullanmır. Nəyəsə uşaqlar, sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Nəsə bir sözlə, yəni ilk dəfə səsli video çəkirəm. Canlısan da danışıb eləyirəm, amma ilk dəfə səsli video çəkirəm. İlk dəfə deyil, hesabda da göstərmişdim o vaxt ki, videolarda bilməm, bilirsiniz ya yox. Nəysə uşaqlar, sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Bu da tullanmayan ayar. Sağ olun.